Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyekel fərəc. Məkasib kitabından 302-ci dərsi oxuyuruq. Bəhsimiz nucum elmində və münəccimlərin haqqındadır. Və bugünkü oxuduğumuz mətn ikinci qism. Yəni münəccimlərin etiqadının ikinci qismi. Mərhum Şeyx Murtəza Ənsari buyurdu, əsas münəccimin etiqadına baxmaq lazımdır. Görək münəccimin etiqadı nədir? Və etiqadından bilmək olar ki, bu münəccim kafirdir, yoxsa kafir deyil. Əs-sani, yəni etiqad baxımından münəccimlərin ikinci qismi. Ənnaha təfəlul asar əl-mənsubə iləyha Vallahu subhanahu huval muassirul əzim. Münəccimlərin bir qismi də bu əqidədədir. Deyirlər ki, ulduzlar yerdəki olan hadisələri yaradırlar və yerdəki olan hadisələr ulduzlara nisbət verilir və lakin Allah, pak olan Allah özü müəssir-i əzimdir, böyük təsir qoyandır. Yəni bunların etiqadı budur ki, ulduzlar yerdə olan əsərləri qoyurlar və o hadisələr nisbət verilir ulduzlara və lakin Allah isə böyük müəssirdir. Allah böyük əsər qoyandır. Bu münəccimlərin bir qisminin də etiqadı budur. Kama yəquluhu bəzuhum. Necə ki, münəccimlərin bəziləri bunu deyirlər. Bu etiqaddadırlar. Əla ma zəkərəhul əllamə və qeyruhu. Belə ki, əllamə və digərləri bunu zikr eləyiblər. Deyiblər, münəccimlərin bir qisminin də etiqadı budur. Qaləl-əllamə fi məhki şərh-i fəsl yaqut. Əllamə Fəsl Yaqut kitabının şərhində bir söz deyibdir. O söz nəql olunub. Bu Yaqut bir kitabın adıdır. Şeyx Əbu İshaq İbrahim Növbəxti onun kitabıdır. Özü də əqaid alimlərindən olubdur. Hicri qəməri ilə 4-cü əsrin ortalarında olubdur. Və Əllamə gəlib bir kitab yazıb, adı Ənvarul Mələkut. O Yaqut kitabının şərhində. Ənvarul Mələkut fi şərhil Yaqut. Əllamə gəlib o Şeyx Əbu İshaq İbrahim Növbəxtinin yazdığı o Yaqut kitabına bir şərh yazıb. O şərhdə bu söz nəql olunub. Mərhum Şeyx Murtəza Ənsari işarə eləyir ora. Buyurur, qaləl-əllamə fi məhki. Özü də buyurur, mən görməmişəm, hekayət eləyiblər Əllamədən. Hansı kitabda? Şərh-ü fəsl Yaqut. Həmən Yaqut kitabına ki şərh yazıb,
oradan nəql ediblər Əllamənin sözünü. Nə deyib Əllamə? Əllamə buyurub, İxtələfə qovlul münəccimin əla qovleyn. Münəccimlərin qovlu müxtəlifdir, iki qovulda, yəni iki rəyləri var. Əhəduhuma, onlardan biri qovlu mən yəqul, o şəxsin, o münəccimin qovludur ki, o deyir. Nə deyir? İnnəhə həyyətun muxtarətun. O deyib, ulduzlar diridirlər və ixtiyar sahibidirlər. Onlar hər nə yerdə təsir qoyurlar, öz ixtiyarları ilə qoyurlar. Bu bir etiqad. Əs-sani, ikinci rəy. Qovlu mən yəqul. Münəccimin bu etiqadı var ki, deyir, İnnəhə mucibətun. Bu ulduzlar bu işləri görürlər, bunlar icbari şəkildə görürlər. Yəni, bunlar məcburdurlar bu hərəkətə. Bu işlər ki, görülür, bunlar icbari şəkildə görürlər. İxtiyari deyirlər. Birinci qol budur ki, diridirlər və ixtiyar sahibidirlər. İkinci qol budur ki, ixtiyar sahibi deyirlər. Vəl qovlan batilan. Əllamə deyibdi ki, bu iki rəyin ikisi də batildir. Bunların heç biri düz deyil. Fəqət təqəddəmə ənil məclisi rəhiməhullah. Mərhum şeyx buyurur, biz qabaqda məclisinin sözünü də nəql elədik. O nə deyirdi? Ennəl qovla bi kovnuha failətun bil iradə vəl ixtiyar. Ki, məclisi də buyurdu, münəccimlərin bir hissəsi deyir. Ulduzlar faildirlər iradə ilə və ixtiyar sahibidirlər. Və in təvəqqəfə təsiruha əla şəraidin uxər, baxmayaraq o ulduzların təsiri başqa şərtlərə də bağlıdır. Məclisi də deyib ki, kufrun, bu etiqad kafirlikdir. Ki, deyəsən, ulduzlar fail bil iradədirlər və ixtiyardırlar və bunlar əsər qoyurlar, buyurur, bu da küfrdir. Və ləəllə vəchəhu ənnə nisbətəl əf'aləl-ləti dəllət ələ zərurətid-din ələ istinadihə iləllahi təala kəl-xəlq vəl-rizq vəl-ihya vəl-imatə və qeyruhə ilə qeyrihi təala müxalifun li zərurətid-din. Mərhum Şeyx Ənsari buyurur, bu ağalar ki buyururlar, belə etiqadda olan münəccimlər kafirdir. Necə ki, bir ibarət və huvə zahiru əksərul ibaratil mütəqəddimə ki, qabaqdakı söylədiyimiz alimlərinin ibarətlərinin əksərinin zahiri bu idi ki, kafirdirlər. Bunlar ki, bunu deyiblər, buyurur, ehtimal var, vəchi budur ki, yolu budur ki, ona görə deyiblər, bu münəccimlər kafirdir. Çünki o feillər ki, o işlər ki, zəruriyyət dindəndirlər, dinin zəruriyyatındandılar. O feilləri ki, bu münəccimlərin istinad eləyirlər, söykədirlər qeyri Allah Taalaya, ulduzlara, ona görə deyiblər ki, bunlar kafirdirlər. Çünki o işlər ki, zəruriyyat dindir, onlar Allahın işləridir. Onlar ki, nisbət verirlər başqalarına, qeyri Allaha, vəchi budur ki, onlar ki, küfür deyiblər, bu cəhətə görə deyiblər. Ona görə buyurur, və huvə zahiru əksərul ibaratil mütəqəddimə və ləəllə vəchəhu ənnə nisbətəl əf'al
Vəcih budur ki, bu münəccimlər ki, gəlir o əf'alın nisbətini verirlər. Əlləti, o əf'alı ki, dəllət əla zərurəti din, ki, dinin zərurətinə dəlalət edir. Əla istinadihə iləllahi Teala, belə ki, onların istinadı Allah Teala'yadır. Kəl xəlq və rizq və ihya və imatə, məsələn, məxluqatın xəlqi kimi, ruzi vermək kimi, diriltmək kimi, öldürmək kimi və qeyruha və bunlardan qeyri əməlləri. Bunlar ki, gəlib bunun istinadın verirlər. İlə qeyrihi Teala, Allahdan başqasına, ulduzlara, müxalifun li zərurəti din. Bu, dinin zərurəti ilə müxalifdir. Vaxtı ki, dinin zərurəti ilə müxalifdir, bəs dinin zəruriyyəti ilə müxalif olan sözü demək özü küfrədir. Bəs ehtimal var bu münəccimlər ki, bu etiqadların sahibidirlər. Onlar gəlirlər bu zəruriyyat dini ki, nisbət verirlər qeyri Allah Teala'ya. Bu vəcəhə görə bu alimlər də deyirlər, bunlar kafirdir. Çünki dinin zərurəti olan əməlləri, feilləri gərək Allaha nisbət verəsən. Amma bunlar gəlib nisbət verirlər ulduzlara. Çün bu ulduzlara nisbət verirlər, ehtimal var, vəcih var ki, bu cəhətə görə alimlərimizin əksəri deyirlər ki, bu münəccimlər kafirdir. Elhamdülillah Rabbil aləmin.